Herkese salam dostlar. Bugün Stigvar'ın yeni animasyonun fragmanını inceleyeceğiz, bakacağız ve inceleyeceğiz. Başlayalım. Max Plan'ı Stigvar'ın yaratıcısı. O profilinin hele olması. Ha, bu Adika'ydı. Ben sevinmeyeyim. Bu Atreus'ta oturup yandaki de Spiros. Dostlar, ben bir teorim var. İndi demek indi bir Spiros Adika'ya udurmuştu. Yani Adika Spiriton lideriydi. Ona göre ikinci Spiriton lideri Spiros olmalıydı ama sonradan Kral Zelik şeylerdi, Atreus elədi. Mənim teorim budur ki, ikinci Spiriton liderinə mavi pelerin taxırlar. Buradan atağa kesilirler. Hadi kal. Dostlar, bir de bir şeydi, sizlerin düşünceniz nelerdi bilmem ama bana göre şeydi, Adika'yı Atreus'dan güçlüydü. Çünkü neye göre? Çünkü Adika Spiriton olma həvəsi var idi. Mızrağın yoluna inanırdı. Hətta Spiros'u utmuşdu. Yani Spiros'dan güçlüydü de. Ama Atreus Spiriton olmaq istəmirdi. Mızrağın yoluna inanmırdı. Sonra ne bileyim, mecbur Spiriton oldu. İstəməyərək general seçildi. Aslında Spiros general seçilmədi ama neyse Kral Zerik onu seçti. Yani bildiğim o zayıftı yani. Hatta bunu ispat olarak Endless Days'de mesela Maroko bilirsiniz ki zombilerin lideri Maroka'ydı da. Ne kadar orada Medusa görünse de ama onu yani oradaki Maroka'ydı. Yani oradan da görebiliriz. Maroka'yı orada Atreus unutmuştu ama Atreus bir yolunu tapıp onun elinden kaçmıştı. Neyse bak ha. Rivas buradır yani Revit buradır. Yani burada yarış edilerdi. Kim daha çok Dex'i öldürecek. Böyle olabilir ama ben değil. Dostlar, bir de bak. Bak. Neyse. Ha bak burada. Burada burası eğrilip. Kimsenin yanına gelir ama ben oradaki Pedra değil. Niye? Çünkü şeydi. Adika'yı ölmeden evvel ne diyeyim? Orada Medusa'nı öldürmeye düşünmüştü de hiç bilmedi Pedra'da da diye sana da tam bilmiyorum adı. Pedra'ya yönelmemişti de hele çok yönelmemişti. Bence buradaki ona göre şeydi Medusa yani Gargos ne değişsiz artık. Bir de burada bence Adika'yı öyle olsa bence burada Adika'yı ölmür. Yani oradaki Pedra'sı orada Adika ölmüş. Çünkü Adika ağaçlara karşı dövüşte ölmüştü. Yani ne bileyim Max Games hikayenin tez değiştirir. Dakika başı değiştirir. Yani garip şeyler koyur. Şimdi siz de bakalım. Ne bileyim. Burada Nils Spiros'un testine kalıp onu bilmem. Evet, telefon dondu. Bir tane telefon dondu dostlar, gözleyin. Buradaki Pedro olduğunu emin değilim. Yani çünkü orada hele o vaxtlar Pedro'ya yönelmemişti da. Bu nedir? Is this a game made by Sakai? Of course. Don't Herkese selam. Ya bu NSPLT'de onu da izleyin, abone olun, like atmayı unutmayın ona da. Yani burada demek istediğim dostlar, bence oradaki Medusa'dı. O vaxtlar hele Pedro olsaydı bile o boyda olmazdı. Yani orada bildiğin yekə kız idi.
Yani yine de bilmirəm də dediyim kimi Max James dəqiqə başı hekayəni dəyişir. Onu bilmək olmaz. Hani sizdə dostlar elə 28 avqustda görəcəyik də nə olur, nə olmur. Dostlar söndürmüşdüm, indi yanıma düşdü. Mən Seoroiz'dan eşitmişdim. Seoroiz'da mən izlədim bir şeydə, YouTube'da. O da demişdi ki Adika'nın ölümünə Atreus səbəb olur. Çünki niyə? Deyir ki, əvvəllər elə bir söhbət olmuş kimi Pedro ilə Atreus'un arasında bir ilişki olub deyirlər. Amma bura baxın, bir dənə buraya. Özü də göstərdi. Bax. Və dostlar. Çox getdim deyəsən. Burada Atreus'un bir də dostlar, o vaxtda destan nətə var idi. Elədirsə, görəsən, yəni o vaxtda desləri necə yaradırdılar. Bəlkə Adika, yəni Marovka'yı yaranandan sonra adı nədir? Deslərin lideri o olub. Çünki biz heç vaxt Medusa'nın zombi yarattığını görməmişik, amma hal-hazırda Marovka'nın yarattığını görmüşük. Stig var, Order Empire'da heç vaxt Medusa bir dəst yaratmıyor. Bəlkə nə deyim, idarə edə bilər, amma çıxartdığını bilmirəm. Bəlkə çıxardır, amma çox azını çıxardır, yəni dəhşət az çıxarır, yəni ona görə çıxartmır bəlkə. Bəlkə biz onu öldürəndə daha o qoca bir qadın idi. Gücləri zəifləmişdi, o da bilər, amma Magical'lər də qocadır. Onlarda heç bir dəyişiklik olmur. Hər nəsə görək. Belə başladıq. Belə gedir. Burada bir daha dostlar. Diqqətli baxalım. Bax. Gözün dostlar. Bak burada diqqətli baxsanız, Adika'nın yanında bir dənə spirton əyilib. Görürsünüz onda qırmızı pələni var. Bir də dostlar, spirtonun qırmızı pələni bir dənə idi, amma burada Atreus'da da var. Yəni bu nətər olur bilmirəm. Orada çöməlib görürsünüz. Yəni bəlkə şeydir, yorulub da bəlkə, yəni gəlib ona müdaxilə edə bilməz, amma burada bir senaryo var, görürsən. Bax. Burada nəsə olur. Bəlkə də bu zombilərdə indi tam yarış tipli eləyirlər, amma bir-birinə də kömək də eləyirlər. Yəni demək istədiyim, yəqin bu ya bu başqa bir şeydir, ya da bu Petra'nın ya Adika'dan qoruması olacaq, ya da yəni bilmirəm də tam nə deyil. Yəni orada Atreus belə çöməlmişdi, yorğun idi. Nətər tez gəlib müdaxilə eləyə bilər. Yəni Seoroiz'da elə eşitmişəm, amma mənə məntiqli gəlmir. Bir də NSBRT-də Seoroiz'da deyir ki, Medusa, amma nəsə inanmıram o Medusa olar. Çünki o vaxtlar hələ Medusa balaca bir qız idi. Yəni Pedra'ya Medusa'dır məncə oradakı. Yəni dostlar, bura qədər. Baxaq. Dostlar, belə. Bir də dostlar, bəlkə indi burada bu filmdən sonra nəsə bir təxmin edirəm. Bəlkə şeydir, Adika bəlkə Stigvara bir karakter olaraq gələ bilər. Tam dəqiq demirəm. Yəni təxmin yürüdürəm də. Yəni inşallah gələr, çünki sevimli karakterimdir o mənim. İnşallah gələr. Onda bura qədər dostlar. Sağ olun. Abunə olub like atmayı unutmayın, xahiş edirəm. Abunə olub like atmayı unutmayın.